Herkese belə qəşəng yağışlı gündən salamlayıram. İnşallah siz hamısı yaxşısınız. Mən də şükür Allah pis deyiləm. Hara gedirik? Gedirik bağa. Bilmirəm demişəm, deməmişəm, amma qaynanam gəlmişdi rayondan və onun ən sevdiyi yeməklərdən biri balıq qızartmasıdır. Amma mən evdə balıq qızartmıram bina evində. Ona görə dedim ki, hələ bu gün mən getməliyəm bağa və orada qızardıb o balığı gətirməliyəm. Gəlmişəm bağa. Hələ gəldim, dedim baxım, mən 2 tısbağa var bağda. İstədim onlara da baxım. Onlar spəçkədəydi, indi уже çıxıblar. Görürəm ki, arada çıxırlar da. Çıxıblar, burada gizlənirlər. Burada gizlənirlər, onlara xiyar getirmişəm, indi qoyacağım. Amma onlar elindən də xiyar yeyirlər, ən sevdiyim elə oydu. Keçən iliyəydə hər gün onlara xiyar verirdim, eldən, onlar da yeyirdilər. Eldən su da içiblər. Onlar bizə gəliblər, yayda gəliblər, susuz, belə bilmirəm nətər gəliblər. Çöldən onları tapdıq və gətirdik evə. Bunlar bizim gülüşqalarımdır, güllərimdir. İnşallah sizə indi göstərmirəm bağımızı tam. Amma yayda çox belə qəşəng bulvar olacaq, həm təmizliklə, həm otaqları. Bir xanım yazmışdı, bəs niyə siz uşaqların otaqları, uşaqların otaq kimi eləməmisiniz? Bizim bağdakı evdə hələ uşaqların otaqları uşaq otaq kimidir, amma yenə də o qədər də çox uşağı yox da. Çünki onlar onsuz da böyüklər və uşaq otağı 1 il, 2 il onlara lazım olur. Ondan sonra da uşaq böyük qızlar olur. Burada mən balığı duzluyuram, qoyuram ki, biraz duz çəksin və birazdan başlayacağım qızartmağa. Vəbşə də lazımdır ki, onu axşamdan duzluyub, duz istiyut qatıb qoyaq, amma bizim zamorоженный balığı idi, ona görə də elə alandı ki, mən gəldim burada hər şey nə lazımdırsa elədim. Çıxan qabları da tez yuyuram. O iyi kalmasın. Və başladıq qızartmağa. Qoyuram yağ. Yağı biraz bol qoydum və burada panirovichni suxari, biraz un batırıram balığı orada və qoyuram ki, qızardılmış yağa. Yağda qızartmaq üçün. Balıqları qızartdım, qurtardım. İndi
tez-tez yığıram onları. Bir qaba burada çox soyuqdur. Burada kombi yandırmadıq çünki biz bura qışda gələ bilmədik. Arada bir gəlib gedirik, amma o kadar da çox burada qala bilmədik. Çox soyuqdur, həm də uşaqların məktəbi buradan daha çox uzaqdır. Çox uzaqdır buradan məktəb, ona görə də biz elə oldu ki, köçdük buradan da. Amma bu evi biz çox sevirik. Gəldim evə, belə qəşəng süfrə açmışam. Göz haqqını halal eləyin. İnşallah hər birinizin evinizdə ruzi bərəkət olsun. Hər birinizin ruzusunu Allah versin. Belə bir gün keçdi və mənim ən sevdiyim 3 otaq var ki, hansı ki mən hər axşam yatmadan əvvəl onları qəşəng səliqəyə salıb yatmalıyam. Bunu eləməsəm mən nə bilim yuxuda çox şey görərəm. Hansı ki kimsə gəlib mənim qabları yuyur, kimsə gəlib pilisosluyur. Belə xəstəlik var məndə. Uşaqlar yatırlar, uşaqlar yenə də qızdırma içindədir. Bilmirəm niyə bu qızdırma qurtarmır, amma 38-dən aşağı olmur, bilmirəm. Həm dərman verirəm, həm masaj, kompres eləyirəm, amma yenə də qızdırma nəsə qalxır da, bilmirəm. İndi kuxnanı pilisosluyuram, uşaqlar yatırlar. Dedim tez buranı da təmizləyim və prixloşka ilə banya. En sevdiyim 3 yerdir ki, hansı ki mən yatmadan əvvəl hər gün təmizləməliyəm. Burada gördüm ki, ayaqqabıları qalmışdı, onları silməmişdim. Dedim onları da tez silim. Varnı salfetka ilə niyə silirəm? Aromatlı salfetka ilə, çünki şkafda iyi olur, iyilər çox iyi gəlir. Mən ona görə də iyi xoşlamıram, təmizləyib qoyuram. Çalışıram ki, hər gün bunu eləyim. Həm uşaqlar da görsün, büyüyəndə onlar da bilsin ki, bunları eləməlidirlər. İndi mən eləyirəm, sonra onlar da inşallah öz evlərində eləyərlər də. Dedim, hazır salfetkalar çıxartmışam, dedim buranın da tozunu alın. Plintuslar hər gün silsəm də yenə toz olur. Ağ olanda çox çətindir. Qızlar, ağ plintuslarda toz çox tez bilinir və mənim ən sevdiyim şkaf. Hər gün ləkə izləri, el izləri olur bu şkafın üstündə. Ən çox pis materialdır. Yəni şey eləyə bilsəm mən onu qraskalayardım. Mən də alınsa mən onu qraskalayardım. Özüm çıxartıb balkonu ağ qraskalayardım onu. Ona baxmalıyım. İnşallah internetdə baxıb fikrim var ki, baxıb onu ağ qraskalayarım. Alınsa hələ öz məbildən xoşum gəlir. Bazı şkaflar mənim istədiyim kimidir. Amma rengi olaraq başqa rengi yox idi biz alanda. Ona görə də elə oldu ki, mən bu rəngdə aldım. İndi də hamama keçdim. Burada ayaq yiyiblər, uşaqlar, hər şey. Yəni, belə sabun qalanda, həm isti polda olanda, yəni deyirəm da, belə bina evlərinin, həyat evlərində o kadar da bilinmir. Amma bina evində bir balaca iyi olanda, o bütün evə yayılır. Ona görə də çalışıram ki, mən yəni elədiyim kadar, elə bildiyim kadar mən bunları eləyirəm ki, təmiz qalsın ev. Yatanda rahat yatın. Bilim ki, səhər tez duranda ev təmizdir, hər yer təmizdir. Çünki səhər tez hər gün heç nə eləyə bilmirəm. Yatan olur evdə, indi yoldaşım yatır. Qaynanam elə olur ki, biraz gec durur. Niyə? Çünki o axşam, yəni gecə durur, namazları qılır, yatır. Yenə də istəmirəm ki, onları da mən orada şümət eləyim, nəsə səs köy eləyim, onlar da orada dursun. Yəni belə şeylər xoşlamıram. Mən durdumsa o mənə aid bir şeydir daha, amma mənə görə durmamalıdır məncə. Kim istirahət eləmək istəyirsə, o gərək o istirahət eləsin. Və keçdim rakovina, unitaz yumuşam, təmizləmişəm. Fikirləşirəm ki, yəni göstərmək üçün deyil, onu da
olsa unitazdır. Onu təmizləmişəm, keçdim rakovinaya. Dedim buranı da yuyum və gedim yatmağa. Sağ olun, salamat qalın. İnşallah bəyənirsiniz. Kommentlərə yazarsınız. Mən bəlkə də mən nəsə düz eləməmişəm. Siz başqa cür eləyirsiniz. Xoşdur, çox xoşuma gəlir yazanlara. Çox sağ olun, çox insan tanımışam. Çox sağ olun. Sizin mesajlar, kommentariyyalar mənim üçün çox belə maraqlı olur. Sağ olun.